Avqustun 30-da Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə Xural qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynalının mətbuat şurasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Proses ilk olaraq hakim Məzahir Sadıqovun tərəflərə bağışıq təklif etməsi ilə başlayıb. Əvəz Zeynallı və cavabdeh tərəf buna etiraz etmədiklərini bildiriblər. Eyni zamanda cavabdehin nümayəndəsi Şəmsəddin Əliyev onlara qarşı irəli sürülmüş iddianı qəbul etmədiyini deyərək əsassız olduğunu bildirib. Əvəz Zeynallı da iddianı müdafiə etdiyini məhkəməyə bildirib. Daha sonra iddiaçının vəsatətləri məhkəməyə təqdim olunub. Belə ki, Zeynallı Mətbuat Şurasının idarə heyətinin üzvlərinin şahid qismində prosesə cəlb olunaraq dindirilməsini, həm də Mətbuat Şurasının Xuralı Reket qəzet elan etməsinə səbəb olmuş yazıların ekspertizadan keçirilməsi barədə vəsatətlər qaldırıb. Hakim yerindəcə müşavirə edərək idarə heyətinin üzvlərinin prosesə dəvət edilməsini iddiaçı tərəfin etməli olduğunu bildirib. Digər vəsatətin isə növbəti proses zamanı müzakirə ediləcəyini deyən hakim məhkəməni 2 sentyabr saat 11-ə təyin etdiyini bildirib. Qeyd edək ki, 2011-ci ildə Mətbuat Şurası Xural qəzetini qara siyahıya salması ilə bağlı qərar verib. Baş redaktor isə həbsindən bir ay əvvəl baş verən bu hadisəni siyasi sifariş kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldıraraq qurumun protokolunun və xüsusi rəyin ləğv edilməsini, işgüzar nüfuza vurulmuş zərərlə bağlı maddi təzminat ödənilməsini istəmişdi. Nərimanov rayon məhkəməsinin hakimi Məzahir Sadıqov işə baxılmadan saxlanması ilə bağlı qərar vermiş, apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı. Ali məhkəmə isə iddiaçının kassasiya şikayəti əsasında işə baxılması üçün yenidən Nərimanov rayon məhkəməsinə göndərib. Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya qarşı mübarizə idarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3, küllü miqdarda rüşvət alma və 311.3.4-cü hədə-qorxu tətbiq olunmaqla rüşvət alma maddələri ilə cinayət işi başlamış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 206-cı məhkəmə qərarlarını icra etməmə və 213.1-ci vergidən yayınma maddələri ilə ittiham irəli sürülmüşdü. Jurnalist 9 il müddətinə azadlıqdan məhrum olunub.